Bu il biz Zəfər gününün 5 illik yubileyini böyük qürurla qeyd edirik. Bu möhtəşəm tarix xalqımızın birliyinin, cəsarətinin və ədalət uğrunda mübarizəsinin rəmzidir. Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü isə dünya üzrə bütün soydaşlarımızı birləşdirən mühüm bir bayramdır. Əziz həmvətənlər, harada yaşamağımızdan asılı olmayaraq bizi bir edən vətən sevgisi və ortaq dəyərlərimizdir. Sizləri bu münasibətlə ürəkdən təbrik edirəm. Qoy bu bayram günləri hər birinizə sülh, birlik və yeni il üçün ilham gətirsin. Hörmətli həmvətənlər, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə sizləri təbrik edirəm. Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mənəvi kimliyi və milli birliyinin rəmzidir. Bu il həm də tarixi zəfərimizin 5 illik yubileyidir və şanlı zəfərimizin Azərbaycan xalqının əzmkarlığını, dövlətçiliyimizin gücünü və eləcə də milli həmrəyliyimizin sarsılmazlığını dünyaya bir daha nümayiş etdirdi. Bayramımız mübarək. Dear Azerbaijanis of the world, I heartily congratulate each of you on the 5th anniversary of the glorious victory and the upcoming Day of Solidarity of Azerbaijanis of the world and the occasion of the new year. May this new year pass in peace and tranquility. Happy holidays. From Italy, Napoli. Hər bir Azərbaycanlı qarşıda gələn həmrəylik gün münasibətilə və yeni il münasibətilə səni müqəbbət təbrik edirəm. Hamına xoş günlər arzu edirəm, huzurlu həyat, bol ruzi bərəkət arzu edirəm. Allah bizim dövlətimizi qorusun, bizim rəhbərimizi qorusun. Hər bir Azərbaycanlının əldə etdiyi nailiyyətlər bizim uğurumuz deməkdir. Həmişəki kimi Azərbaycana baxıb, çiçəklərimizdən baxıb, qürurla müzakirə edək. Bir daha hamını təbrik edirəm.